Salam dostlar. Trigonometrik bərabərsizlər mövzusunun ikinci videosunun ikinci dərs izahına başlayaq. Deməli biz bundan əvvəlki dərsdə sinus x böyükdür a, sinus x kiçikdir a və uyğun olaraq sinus x böyük bərabərdir a və sinus x kiçik bərabərdir a bərabərsizlərini həll etdik. İndi isə növbədə kosinus x ilə bağlı olan bərabərsizlərin həlli var. Biz burada yenə də birinci olaraq kosinus x böyükdür a və yaxud kosinus x böyük bərabərdir a şəklində olan bərabərsizləri həll etməyə çalışaq. Deməli, deyək ki, biz qeyri-ciddi bərabərsizdən başlayırıq. Ümumi həlli tapdıqdan sonra onu ciddi, başlayın. Birinci kosinus x böyükdür a, yəni ciddi bərabərsizlik üçün həlli tapırıq. Sonra isə onu qeyri-ciddi hal üçün, yəni kosinus x böyük bərabərdir a halı üçün uyğunlaşdırırıq. Şərt olaraq nəyə götürürük? A-nı biz birinci gəlin 1-dən böyük götürək. Biz bilirik ki, kosinus x funksiyasının, kosinus x-in qiymətlər çoxluğu -1, 1 parçasıdır. Əgər mən A-nı 1-dən böyük götürsəm, məsələn, A bərabərdir 1,2 götürsəm, onda kosinus x böyükdür 1,2, bu bərabərsizin x-in heç bir qiymətində həlli yoxdur. Ona görə deyirik ki, A böyükdür 1 olduqda, kosinus x böyükdür a bərabərsizliyinin deməli həlli yoxdur. Amma əgər mən a-nı -1-dən kiçik götürsəm, yəni məsələn a-nı elə götürürəm -1,2, bu halda kosinus x böyükdür -1,2-də biz bilirik ki, kosinus x funksiyasının qiymətlər çoxluğu -1, 1 parçasıdır. Yəni həmişə kosinus x -1,2-dən böyük olasıdır və burada x artıq bütün həqiqi ədədlər çoxluğu olur. Yəni x mənfi sonsuzdan müsbət sonsuzluğa kimi qiymətləri ala bilər. Bu hallara baxdıqdan sonra gəlin indi ümumi biz tənliyi, daha doğrusu ümumi hala, bərabərsizliyin ümumi halına baxaq. Deyirik ki, birinci olaraq bayaqki kimi, yəni bundan əvvəlki dərslər kimi x a-nı burada 0 ilə ilk öncə 1-in arasında götürək. Yəni a 0-dan böyük, 1-dən isə kiçikdir. Sinus x böyükdür a bərabərsizini həll etdikdə, onda biz deməli y oxunu a nöqtəsində kəsən y bərabərdir a düz xətti çəkirdik. İndi isə o y oxuna paralel olan və x düz xəttini a nöqtəsində kəsən bir parça və yaxud düz xətt çəkməliyik. Yəni x bərabərdir a düz xəttini çəkməliyik. Gəlin indi bunu çevrənin üzərində çəkib göstərək. Deməli bizim bir dənə çevrəmiz var. Vahid radiuslu çevrədir. Burada koordinat oxlarını uyğun olaraq bu şəkildə qeyd edirik. Və indi gəlin baxaq görək biz bunu nə cür işarə eləyə bilərik. Nə cür həll eləyə bilərik. Deyək ki, bura y-dir, bura x oxudur. Biz dedik ki, x bərabər a düz xəttini çəkirik. Burada haradakı a 0-dan böyükdür. Deməli, x oxunu kəsdiyi yerlər, baxın, daha doğrusu çevrəni kəsdiyi yerlərə biz uyğun olaraq nöqtələrlə işarə eləyə bilərik. Deyək ki, a nöqtəsidir. Bura b nöqtəsidir. X oxunu kəsdiyi yer m nöqtəsidir. Və uyğun olaraq koordinat başlanğıcında o ilə işarə edək. Beləliklə bu nöqtəni birləşdiririk. Bir daha belə birləşdiririk və biz belə bir şəkil almış oluruq. İndi nə edirik? Burada nə a nöqtəsini, nə də b nöqtəsinə uyğun qiymətləri bizim bərabərsizliyimiz ala bilmir. Çünki biz kiçik olduğu, daha doğrusu böyük bərabər olan hala yox, sadəcə böyük olan hala baxırıq. İndi biz bilirik ki, burada məsələn kosinus x bizdə böyükdür a-dır. Düzdürmü? A nöqtəsi burada. X oxu üzərində. A-dan böyük olan nöqtələr A-dan sağa, yəni M nöqtəsinə tərəf getdikcə olur. Və biz bilirik ki, onda bucaq şəklində götürsək, bizə bir sadə əqrəbin hərəkətinin əks istiqamətdə dönsək, bu hissə lazımdır. Bu hissə hansı ki, arc kosinus a-ya bərabərdir. Bir də sadə əqrəbin hərəkətinin deməli istiqamətində olmalıdır. Yəni x oxundan b-yə, OB radiusuna tərəf. Bu da bizə nə verir? Mənfi arc kosinus a verir. Deməli bu halda ancaq bu hissədə, yəni AMB qövsü olan hissədə bizim bərabərsizliyimizin həlli var. Yəni kosinus x böyükdür a olur. Ona görə mənim
deməli, həllim hansı şəkildə olmalıdır? X daxildir. Nə yazmalıyıq? Mənfi r kosinus a və üstə gələk 1, 2 pi k. Çünki əsas dövrü 2 pi idi və onun k misillərini əlavə edirdik. Burada k tam ədədlərə daxildir. Sonra bir də müsbət r kosinus a üstə gələk 2 pi k olmalıdır və bu şəkildə biz bunu yazırıq. Əgər bizdə burada desəydi ki, kosinus x böyük bərabərdir a, bu halda x daxildir. Parça şəklində yazmalıydıq. Mənfi r kosinus a üstə gələk 2 pi k və müsbət r kosinus a üstə gəlinsin 2 pi k şəklində olurdu. İndi ikinci hala baxırıq. İkinci halda a mənfi 1-dən böyükdür, 0-dan isə kiçikdir. Bu halda biz şəkili nə cür çəkməliyik? Yenə də biz hansı bərabərliyə baxırıq? Kosinus x böyükdür a şəklinə baxırıq. Yenə də bir vahid radiuslu çevrə çəkək və onun üzərində koordinat oxlarını uyğun olaraq bu şəkildə qeyd edək. Yuxarıda olan y oxu olsun, bu fiqə oxu isə x oxu olsun. Bu halda biz nə etməliyik? Həlləri yenə tapmalıyıq. Yenə də biz x bərabərdir a düz xətti götürürük. Bu halda a 0-dan kiçikdir. Onda biz həmin düz xətti baxın bu şəkildə qeyd eləməliyik. Deməli bu hissə olur onda nə? Mənfi a. Yəni a-nın artıq 0-dan kiçik olduğu halda ya da sadəcə a yaza bilərik. İndi biz nə deyirik? Kosinus x a-dan böyükdür. Biz baxırıq ki, əgər sol hissə olsa, gəlin bu hissəni adlandıraq. A-M-B. Əgər A-M-B qövsünə baxsaq, baxın görürsünüzmü? A-dan sola doğru hərəkət etdikcə sol hissə mənfi sonsuzluqdur. Biz böyük olduğu yox, kiçik olduğu hala baxırıq. Onda böyük olduğu hala baxmaq istəsək, baxın böyük olduğu hal bu çevrənin bax bu yerdə qalan bu böyük qövslü hissəsi olar. Onda mən nə edirəm? Deməli, burada B nöqtəsini birləşdirirəm mərkəzdən, yəni radius vektoru çəkirəm. B-ni ala bilmir. Uyğun olaraq A nöqtəsində 1 çəkirəm. O ilə A-da 1 birləşdirirəm. Yenə ala bilmir. Və deyirəm ki, indi mən burada dönmələr eləməliyəm. Dönmələrimin biri nə olmalıdır? Biri O mərkəzdir. Buradan baxın, X oxundan başlayır. B-yə doğru gəlir. Baxın, bu hissə. İndi bu hissə nə cür olur? Əgər X oxunu kəsdiyi yerə biz mənfi pi desək, onda biz sadə qrəb istiqamətində gəlir r kosinus a qədər gələk. Yəni bu hissəyə uyğun olur. Mənfi pi üstə gələk r kosinus a olur. Bəs yerdə qalan bu birisi nə cür olur? Bu birisini də bu şəkildə döndərsək, bu dəfə də pi-dən biz r kosinus a-nı çıxmış olmalıyıq. Yəni pi çıxılsın r kosinus a. Beləliklə mənim bərabərliyimin həlləri hansı şəkildə olar? Mənim bərabərliklərimin həlli olar x daxildir. Mənfi pi üstə gələk, bax, mənfi pi üstə gələk r kosinus a, biz üstə gələk bir də 2 pi k və digəri isə pi çıxılsın r kosinus a üstə gələk 2 pi k olmalıdır. Burada əlbəttə ki, a-nı biz modulda götürməliyik. Mən modulda götürməyin tərəfdarıyım. Əgər kosinus x böyük bərabərdir a olsaydı, onda x daxildir, parça şəklində yazmalıydıq. Mənfi pi üstə gələk r kosinus a üstə gələk 2 pi k və pi minus r kosinus a üstə gələk 2 pi k. Və bu parçanı biz götürməliyik. İndi nə edək? Gəlin xüsusi olaraq bir iki dənə nümunəyə baxaq. Bu deyək ki, birinci nümunə olsun. Nümunə 1. Kosinus x böyük bərabərdir. Kök altında 3 bölünsün 2. İndi bu hal üçün, yəni burada a bizdə kök altında 3 bölünsün 2-yə bərabərdir və 0-dan böyükdür. Bu hal üçün bizim həllimiz nətər idi? X daxildir. Burada bərabər işarə olsun, ona görə parça olmalıdır. Mənfi r kosinus a, yəni kök altında 3 bölünsün 2 üstə gələk 2 pi k. Bir də müsbət r kosinus kök altında 3 bölünsün 2 üstə gəlinsin 2 pi k şəklində olmalıdır. Buradan belə çıxır ki, x daxildir. Mənfi pi bölünsün 6 üstə gələk 2 pi k ilə müsbət pi bölünsün 6 üstə gələk 2 pi k şəklində olmalıdır. Sonra nə edirik? İndi biz burada əlbəttə ki, k bizdə tam ədədlərə daxildir. İndi biz digər bir bərabərliyə baxaq. Bu bunun birinci həlli oldu. İndi ikinci hala baxaq. İkinci nümunəyə baxaq. İkinci nümunə belədir. Kosinus 2x üstə gələk 5 kosinus x üstə gələk 3 böyükdür 0. Biz nə edirik? Kosinus 2x'i
açırıq. 2 kosinus kvadratı x çıxılsın 1 şəklində. Üstə gələk 5 kosinus x üstə gələk 3 böyükdür 0. Buradan bağışlayın, bu səhv oldu. 2 kosinus kvadratı x üstə gələk 5 kosinus x üstə gələk 2 böyükdür 0. Biz əgər vuruqları ayırsaq, bu şəkildə vuruqları ayıraq. 2 kosinus ayırarıq. 2 kosinus x üstə gəlinsin. Deməli 2 kosinus x üstə gəlinsin. Burada 5 almaq üçün bizə bağışlayın. 2 kosinus x üstə gəlinsin. Deməli 1. Bir də kosinus x üstə gəlinsin. 2 bu şəkildə olmalıdır. Bəli. Kosinus x üstə gələk 2 böyükdür 0 şəklində olmalıdır. Birincidən 2 kosinus x üstə gələk 1 böyükdür 0 olur. Digərindən isə kosinus x üstə gələk 2 böyükdür 0 olur. İkinci şeydən bərabərlikdən biz alırıq ki, kosinus x böyükdür -2. Biz də bilirik ki, artıq bunun həlli bütün həqiqi ədədlər çoxluğudur. Və burada biz soldakı, yəni birinci bərabərliyi həll etməliyik. Qalırıq ki, kosinus x böyükdür -2-də 1. Burada a-nın qiyməti -2-də 1-ə bərabərdir və o 0 ilə -1-in arasına aid daxildir. Bu halda bizim bərabərliyimizin deməli həllər çoxluğu nə olurdu? -pi üstə gələk arq kosinus a şəklində. Baxın yazırıq x daxildir. -pi üstə gələk baxın arq kosinus əslində qalsa modul a. Çünki a-nın biz burada modulu mütləq qiymətini götürüyor. Onsuzdan mənfini biz burada yazmışıq da -pi üstə gələk arq kosinus şəklində. Olmalıdır müsbət arq kosinus 2-də 1 üstə gələk deməli 2 pi digərinə olmalı idi. Digəri də olmalı idi. Pi minus arq kosinus 2-də 1 üstə gələk 2 pi şəklində olmalı idi. Buradan x daxildir. Deməli, arq kosinus 2-də 1-i alır pi bölək 3-də. Pi də üzərinə gəndə olur. -2 pi bölək 3 üstə gələk 2 pi və digər də pi-dən də pi bölək 3 çıxanda qalır 2 pi bölək 3 üstə gələk 2 pi şəklində. Və beləliklə burada k əlbəttə ki z-ə daxil olmalıdır. Və biz bu bərabərliyin həllər çoxluğunu almış oluruq. İndi gəlin digər hala baxaq. Yəni kosinus x kiçikdir a halına və yaxud da ki ümumi halda kosinus x kiçik bərabərdir a olduğu halda. Bu halda nə edirik? Deməli a-nı bir dəfə gəlin -1-dən kiçik götürək. Biz bilirik ki kosinus x bərabərdir -2 şəklində biz bərabərliyi yazsaq, bu bərabərliyin həlli yoxdur. Çünki kosinus x-dən kiçik qiyməti -1-ə bərabərdir. -2-dən kiçik ola bilmir. Deməli a -1-dən kiçik olduqda bu bərabərliyin həlli yoxdur. Əgər biz a-nı 1-dən böyük götürsək, onda kosinus x kiçikdir, tutaq ki 1,2 və s. Burada x-in artıq həllə aldığı qiymətlər mənfi sonsuzluq, müsbət sonsuzluq aralığında olar. Yəni bütün həqiqi ədədlər çoxluğudur. Çünki istənilən halda kosinus x 1,2-dən kiçik olur. Yenə də burada xüsusi hallara baxırıq. Birinci halda a-nı biz 0 ilə 1-in arasında götürürük. Yəni a bizdə müsbətdir. Bu halda biz gəlin bərabərliyin həllini yenə də bu çevrə və koordinat sistemlərini çəkməklə həll etməyə çalışaq. Deməli, yenə bizdə y oxudu, x oxudu. Mən yenə nə edirəm? X bərabərdir a düz xəttini keçirdirəm. Burada a artıq müsbət olduğuna görə belə şəkildə keçirilməlidir. X oğluq kəsdiyi yer a nöqtəsidir. Və mən kosinus x kiçikdir a bərabərlisinə baxıram. Düzdürmü? Kosinus x kiçikdir a olmalıdır. Baxın, a-dan sağ tərəfə getsə böyükdür. Çünki a-dan böyük qiymətlərdir. Amma a-dan sol tərəfdə olan hissələr, yəni baxın bu yaşılla çəkəcəyim bütün hissələr artıq bizim bərabərliyimizin nəyi olur? Həlli olur. Koordinat başlanğıcına uyğun olaraq bu çevrədəki verilmiş nöqtələrlə birləşdiririk. Deyək ki, bura B nöqtəsidir. Bu hissə isə olsun A nöqtəsidir. Nə A-nı ala bilirik, nə də B-ni. Bax, burada olsun M nöqtəsi. İndi müəyyən qədər biz müəyyən dərəcə sadə qrab istiqamətində dönməliyik. Müəyyən dərəcədə sadə qrabın hərəkətinin əks istiqamətində dönməliyik. İndi baxın. Bu hissəni biz alası olsaq, burada bağışlayın, bu hissə yox. Burada mən bucaqları səhv çəkdim. Deməli, bir hissə, burada kiçik olan hissələr olmalı, düzdür? Kiçik olan hissələr bir hissə belə dönsək, bu hissə arq kosinus A-dır. Bu hissə arq kosinus A-dır. Amma yuxarıda qalan hissəni tapmaq üçün, baxın, bu hissə mənfi arq kosinus A-dır B nöqtəsinə uyğun. Amma mən 2pi-dən çıxmalıyam, düzdür? 2pi-dən həmin qədər çıxıram, olur 2pi minus arq kosinus A olar. Düzdür? Onda mənim həllərim hansı şəkildə olar? Mənim x daxil olar. Deməli, arq kosinus
deməli burada arc kosinus a üstə gələk 2 pi k və 2 pi minus arc kosinus a üstə gələk 2 pi k olar. Əlbəttə ki, burada k yenə də tam ədədlərə daxildir. Əgər mən burada kosinus x kiçik bərabər də a yazsaydım, x daxildir, parça şəklində olmalıdır. Mənfi arc kosinus, daha doğrusu müsbət arc kosinus a üstə gələk 2 pi k və 2 pi minus arc kosinus a üstə gələk 2 pi k. Və burada da parçanı daxil, bu parça şəklində cavabımız olmalıydı. İndi gəlin ikinci hala baxaq. İkinci halda yenə də a bu dəfə mənfi 1-dən böyükdür, amma 0-dan kiçikdir. Bu halı gəlin biz şəkil üzərində öyrənməyə çalışaq. Deməli bizim bu koordinat oxlarımız olsun, bu da bizim çevrəmiz olsun və burada yenə də uyğun olaraq y və x oxlarını göstərək. Deməli biz artıq bizdə a mənfi olduğuna görə x bərabər də a düz xəttini keçirsək, o bu belə bir hissədən keçməlidir. İndi burada biz yazası olsaq, məsələn, bura bizdə haradır bu nöqtə? Bu nöqtə bizdə A-dır. A-dan kiçik olan nöqtələri tapırıqsa biz sola doğru getməliyik. Yəni bizim həllimiz, baxın bu qırmızı xətlənmiş, qırıq-qırıq xətlərlə göstərdiyimiz hissə olmalıdır. İndi biz nə edirik? Biz bir dənə radius vektor bu şəkildə çəkirik. Bura A nöqtəsidir. Bura isə B nöqtəsidir. Bura isə M nöqtəsidir. İndi baxın. Bir A nöqtəsinə doğru gəlmək üçün saat əqrəbinin hərəkətinin əks istiqaməti, yəni müsbət istiqamətdə müəyyən qədər dönməliyik. Bu bizdə nə verir? Bax, bu M nöqtəsinə uyğun dərəcə pi-dir. Deməli, pi-dən müəyyən qədər çıxmalıyıq. Yəni, pi minus arc kosinus a qədərdir. Çünki ikinci rübdür. Digər tərəfdə isə pi-dən müəyyən qədər keçməliyik. Ona görə burada da olur pi üstə gələk arc kosinus a. Deməli, mənim bərabərstliyim hansı şəkildə olmalıdır? Əgər kosinus x kiçikdir a şəklində yazırımsa və a da mənfi 1 ilə 0-ın arasındadırsa, burada x daxildir. Deməli, biz mənfidən müsbətə doğru, yəni kiçikdən böyüyə doğru getməliyik. Pi minus arc kosinus a üstə gələk 2 pi k və bir də pi üstə gələk arc kosinus a üstə gələk 2 pi k şəklində olmalıdır. Əgər burada bərabər işarəsi olsa, yəni kosinus x kiçik bərabərdə a olsa, burada x daxildir, artıq parça şəklində pi minus arc kosinus a üstə gələk 2 pi k və pi üstə gələk arc kosinus a üstə gələk 2 pi k şəklində olmalıdır. Burada əlbəttə ki k z-ə daxildir, yəni tam ədədlər çoxluğuna daxildir. İndi buna aid biz bir nümunə ilə ümumi tətbiqi eləyək. Bağışlayın, bir anlıq fikrim dağılır. Gəlin bu nümunə ilə bu öyrəndiklərimizi möhkəmlədək. Deyək ki, bu bizim birinci nümunəmizdir. Nümunə 1, y bərabərdir. Kökün altında, məsələn, 1 çıxısın kök hətta 2, kosinus x funksiyasının təyin oblasını tapmaq tələb olunur. Yenə baxırıq ki, kökümüzün dərəcəsi 2-dir. Ona görə kökün altındakı ifadə 0-dan böyük bərabər olmalıdır. 1 minus kök hətta 2 kosinus x böyük bərabərdir 0. Buradan kosinus mənfi kök hətta 2 vurulsun, kosinus x böyük bərabərdir mənfi 1 və kosinus x kiçik bərabərdir 1 bölünsün kök hətta 2 olmalıdır. İndi baxın, burada artıq a-nın qiyməti 1 bölünsün kök altında 2-yə bərabərdir. O da 0 ilə 1-in arasında yerləşir. Beləliklə, bu bərabərliyimizin həlli 0 ilə 1-in arasında olan hissə, yəni müsbət olduğu hissə hansı hissəyə aid idi? Baxın, bu hissəyə uyğun idi, düzdürmü? Yəni, arc kosinus a ilə 2 pi minus arc kosinus a olmalıdır. Onu da yazırıq kvadrat mötərizə şəklində. Arc kosinus a, yəni 1 bölünsün kök hətta 2 üstə gələk 2 pi k. Bir də 2 pi-dən çıxmalıydıq, doğrudurmu? Baxın, 2 pi minus arc kosinus a. Yazırıq 2 pi minus arc kosinus a, yəni 1 bölünsün kök hətta 2 üstə gələk 2 pi k olmalıdır. Buradan olur pi bölək 4. Arc kosinus 1 bölək 2-nin qiyməti pi bölü 4-dür. Pi bölü 4 üstə gələk 2 pi k. Bir də 2 pi-dən də pi bölü 4 çıxanda qalır 7 pi bölü 4 üstə gələk 2 pi k olmalıdır. Bu bizim birinci, bax bu bərabər nümunəmizə uyğun bərabərstliyimizin həllidir. İndi gəlin ikinci bir bərabərslik nümunəyə baxaq. Bərabərslik nümunəsinə baxaq. Burada nətər olur? Kosinus kvadratı x çıxılsın sinus kvadratı x. Bağışlayın, burada x bölü 2, x bölü 2 olmalıdır. Kiçikdir mənfi 4-də 1-də. Baxırıq ki, bərabərsliyin sol tərəfindəki ifadə kosinus 2 alfanın açılışıdır. Yəni kosinus x-in kiçikdir mənfi 4-də 1-dən. İndi mən bunu həll eləsəm,
Nə cür həll eləməliyəm? Deməli, mən bilirəm ki, mən burada A-nın aldığı qiymət -1 ilə 0-ın arasındadır. Bu halda bizim bərabərsizliyimizin həlləri nə cür idi? Baxın, bax bu hissəyə uyğun. Pi minus arq kosinus alfa ilə pi plus arq kosinus alfa. Amma burada A deyəndə modulda A yazsaq, mənfiyə görə modulda A yazsaq daha yaxşı olur. Çünki olsa bu pi minus arq kosinus ilə A-nın mənfi olduğuna görə yazılmış bir şeydə. Bunu mən modulda yazsam daha yaxşı olur. Onda yazırıq. Deməli, birincidə nə olmalıdır? Burada olmalıydı. Pi minus arq kosinus A. Yazırıq, baxın. Pi minus arq kosinus modul A. Yəni, -4/1 modul müsbət 4/1 üstə gələk 2πk. Bir də nə olmalıdır? Pi plus arq kosinus 4/1 üstə gələk 2πk şəklində olmalıdır. Burada əlbəttə ki, K nəyə daxildir? Z-ə daxildir. Sonra, bundan sonra artıq bizim qaldı 2 dənə xüsusi halımız. Tangens x və kotangens x funksiyalarına aid bərabərsizliklər. Onlar da növbəti dərslərdə izah edərik. Sağ olun, diqqətiniz üçün təşəkkür.